Salam hər kəsə. Bu gün dim test toplusundan 2 nömrəli isbat məsələsinə baxırıq. A bölünsün B plus C bölünsün D ifadəsi 1-ə bərabər olarsa, A bölü B-nin kvadratı plus C bölü D bərabərdir. C bölünsün D-nin kvadratı plus AB bərabərliyini isbat edin. Gəlin baxaq. İlk öncə bu ifadəyə baxıram. C bölünsün D-dir, bərabərliyin sağ tərəfini keçirdirəm. İfadəm A bölünsün B bərabərdir, 1 çıxılsın C bölünsün D şəklində olur. Sonra isə bərabərliyin hər iki tərəfini kvadrata yüksəldirəm. Kvadrata yüksəltdikdən sonra ifadəm A bölü B-nin kvadratı bərabərdir. Bu ifadəni müxtəsər vurma düsturuna görə açsam, 1-in kvadratı çıxılsın, 2 vurulsun, 1 vurulsun C bölünsün D plus C bölü D'nin kvadratı. Birinci ifadədə 1, A bölü B və C bölü D'nin cəminə bərabər idi. İfadəmdə gətirib 1-in yerinə bərabər olduğu ifadəni yazıram. Bərabərliyə baxsam, mənfi 2C'dir və mənfi 2C bölünsün D və C bölünsün D. Bunların birlər və ifadəm A bölünsün B çıxılsın C bölünsün D plus C bölünsün D'nin kvadratı şəklində yazılar. Mənfi C bölünsün D'ni də bərabərliyin sol tərəfinə keçirsəm, ifadəm A bölünsün B-nin kvadratı mənfi müsbət olur, bərabərliyin digər tərəfinə keçdikdə. Bərabərdir, C bölünsün D-nin kvadratı üstə gəlsin A bölünsün B. İsbatımız bu şəkildə olur.